Şəbəkə biznesinə doğru olmayan bir şirkətdə başlamaq bizim günahımız deyil. Çünki biz kiminsə dəvəti ilə və yaxud da ki, özümüz öz istəyimizlə bir şirkətə qeydiyyatdan keçirik. Və biz bilmirik ki, bu şirkət bizim üçün doğru ünvandır, yoxsa yox. Biz burada çəkdiyimiz zəhmətin qarşılığını alacağıq, yoxsa yox. Və yaxud da ki, bu şirkət rəsmidir, yoxsa yox. Bunları bilmədən qeydiyyatdan keçirik. Ancaq bu bizim günahımız deyil, düzdür. Ancaq biz öyrəndikdən sonra işdə təcrübə qazandıqdan sonra və network'a aid biznesə dair məlumatlarımız olduqdan sonra doğru şəbəkə şirkətini seçmək artıq bu bizim əlimizdədir. Və biz düzgün ünvanı seçmiriksə, bu zaman bəli, günah bizdədir. Mən bugün sizə düzgün şirkət seçimini necə etmək lazımdır bu barədə danışacağım. Başqa şirkətlərlə Fabilikin fərqi haqqında. Əslində düşünürdüm ki, bu barədə kifayət qədər məlumatı var hər kəsin. Ancaq bir neçə gün öncə mənə bir xanım başqa bir şirkətdən iş təklifi etdikdə mən anladım ki, yox, hələ də məlumatsız olanlar var, hələ də mənim doğru şirkətdə olmadığıma şübhə edənlər var. Sözsüz ki, çoxlu şirkətlər var, çoxlu sayda şirkətlər var Azərbaycanda və hər birində kifayət qədər uğur qazanmış insanlar var. Bu normal bir haldır. Çünki əgər hər hansı bir işə əmək sərf edirsənsə, zəhmət çəkirsənsə, sözsüz ki, sən orada uğur qazanacaqsan. Ancaq ki, belə bir müqayisə edim sizə. Bir var ki, sən əziyyət çəkərək uğur qazanırsan. Bir də var ki, sən çox sadə addımları ataraq uğur qazanırsan. Bir var ki, sən uğuru qazanmaq üçün tək başına mübarizə aparırsan. Bir də var ki, sənə o uğuru qazandırmaq üçün kömək edirlər, dəstək göstərirlər. Üstəlik də ki, şirkətin şərtləri, tələbləri buna imkan verir ki, sən sürətli şəkildə inkişaf edəsən. Sən böyük uğurlar qazanasan. Yəni, hər yerdə uğur qazanılır. Amma baxır necə, hansı addımları ataraq, çətinliklə, asanlıqla və yaxud da ki, bu uğur daimi qalırmı, qalmırmı? Fabilikin qazanc planı haqqında bundan öncəki videoda danışmışam. Səhifəmdə həmin videonu tapıb baxa bilərsiniz. Uzun uzadı bütün qazanc sistemimiz haqqında danışmışam. Bugün isə digər tərəfləri müqayisə edəcəm sizin üçün. Mənim üçün şirkətin ilkin olaraq üstün cəhəti ondan ibarətdir ki, həmin şirkət rəsmi fəaliyyət göstərməlidir. Və Fabilik Azərbaycanda 2 rəsmi şirkətdən biridir. Yəni, bu mövzuda biz şanslıyıq, düzgün seçim etmişik. Rəsmi şirkətdəyik. Bəs rəsmi olmayan şirkət nə deməkdir? Bu zaman şirkət ya icazəli fəaliyyət göstərir, ya da ümumiyyətlə qeyri-qanuni fəaliyyət göstərir. Əksər şirkətlər Azərbaycanda icazəli fəaliyyət göstərirlər, yəni legal fəaliyyət göstərirlər və həmin icazə müddəti bitdikdə artıq həmin şirkətin, belə deyək ki, fəaliyyətinə imkan verilmir, icazə verilmir və həmin vaxtda da artıq yeni bir müqavilə imzalanmırsa, şirkətin fəaliyyəti həmin ölkədə dayandırılmış olur. Yəni, Azərbaycanda dayandırılmış olur. Ancaq ki, biz Fabilik şirkətində çalışan əməkdaşlar olaraq rəsmi şəkildə fəaliyyət göstərdiyimiz üçün öz vergimizi, sosialımızı ödəyirik, öz adımıza vönümüz var. Yəni, bizim şirkətin müqaviləsinin dayanmaq, işinin dayanmaq kimi bir təhlükəsi yoxdur. Və nəzərə alsaq ki, biz həyatımızın ən gözəl dönəmlərini, övladlarımıza ayırdığımız zamanın böyük bir qismini, istirahətimizə ayıracağımız bir zamanın böyük bir qismini bu işə sərf edirik. İşi qurmaq üçün, komandanı yaratmaq üçün, onların inkişafı üçün sərf edirik. İstəyərik ki, daimi bir iş olsun, istəyərik ki, davamiyyətli olsun, rəsmi olsun, hər şey qanuni şəkildə olsun. Ona görə də düzgün şirkət seçməliyik. Yəni, əməyimizi harada sərf etdiyimizi bilməliyik. Üstəlik, rəsmi olduğunu qoyuruq bir kənara, yəni rəsmi şirkəti seçmişik. Daha sonra hansı bir üstünlüyə baxmaq lazımdır? Bu şirkətin gələcəyi varmı, yoxmu? Bəs bunu necə bilmək olar? Bunu ondan bilmək olar ki, şirkətin məhsul çeşidləri bizim daima istifadəmiz üçün yararlıdırmı, yoxsa yox? Fabilik şirkətində 6000-dən çox məhsul çeşidi vardır və bu məhsullar gündəlik hər kəsin evində istifadə etdiyi məhsullardır. Ona görə də biz rahat şəkildə həm öz dövriyyəmizi edə bilirik, həm də gətirdiyimiz insanlara dövriyyə etməyə zəmin yaradırıq. Çünki onların da evində bu məhsullar istifadə olunur. Onların ən yaxınlarının, tanışlarının, hər kəsin evində Fabilik məhsulları istifadə olunur. Odur ki, heç bir şəkildə çətinlik çəkmədən rahatlıqla dövriyyə edə bilir. Bugün də dövriyyəsini edə bilir, dünən də edibdir və sabah da rahatlıqla edə biləcək dövriyyəsini. Ona görə ki, insan övladı var olduqca onun baxım məhsullarına, gigiyena məhsullarına, təmizlik vasitələrinə və bunun kimi digər zəruri məhsullara ehtiyacı var və bu məhsulları, bu tələbatı Fabiliklə ödəyərək rahatlıqla dövriyyəni tamamlamaq mümkündür.
Ona görə də bu mövzuda da biz üstünlük belə deyək, birlikdədir ki, məhsul çeşidi bol olan bir şirkətdəyik. Digər şirkətləri mən indi ad çəkməyəcəm, sözsüz ki, onlarda hansı məhsul çeşidləri var, bundan danışmayacağam. Ancaq qısa olaraq bildirmək istəyirəm ki, yəni biz çeşidi bol olan bir şirkətdəyik. Və bu bolluğu başqa heç bir şirkətdə, Azərbaycanda fəaliyyət göstərən başqa heç bir şirkətdə tapa bilmərsiniz. Yəni, deyək ki, şirkət sadəcə olaraq dərman istehsal edirsə, yəni bir yerə qədərdir. Şirkət sadəcə kosmetika istehsal edirsə, bu da bir yerə qədərdir. Şirkət sadəcə aksesuar istehsal edirsə, bu da bir yerə qədərdir. Ancaq çeşid boldursa, hər kəsin istifadəsi üçün məhsullar varsa, bu daimidir. Və üstəlik, Fabirlik şirkətinin Rusiyada, Moskva şəhərində böyük ambarları var. Hansı ki, məhsullarımızın qabları belə şirkətin özündə istehsal olunur. Bu da o deməkdir ki, şirkətin heç bir yerdən asılılığı yoxdur. Yəni, şirkət bütün məhsullarını özü istehsal etdiyi üçün, məhsulları qoyduqları qabları belə özü istehsal etdiyi üçün biz rahat şəkildə deyə bilərik ki, bu şirkətin gələcəyi var. Və inkişafda olan bir şirkət seçmək lazımdır. Hal-hazırda, belə deyək ki, bazarda olan, hal-hazırda aktual olan bir şirkət seçmək lazımdır. Bəs bunu hardan bilək ki, bu şirkət inkişafdadır, bu şirkət bazardadır, hal-hazırda aktualdır. Bunu ondan bilmək olar ki, şirkətin top liderlərinə baxmaq lazımdır. Burada artım varmı, yoxmu, inkişaf varmı, yoxmu? Bu siyahıya da baxdıqda şirkətin, Fabirlik şirkətinin Azərbaycanda olan, hələ mən başqa ölkələri heç saymıram, sadəcə sizə Azərbaycandan danışıram ki, Azərbaycanda olan top liderlərin sayına və hər daim inkişafına, artımına baxdıqda artıq bilirik ki, bəli, bu şirkət inkişafdadır. Çünki sayı artır durmadan top liderlərimizin. Və bu mövzuda da artıq biz deyə bilərik ki, bəli, bu şirkət hal-hazırda inkişafda olan bir şirkətdir. Görürsünüzmü nə qədər üstünlükləri var? Hələ saymaqla da bitmir. Misal üçün, mən sizə marketinq tərəfdən izah edəcəm indi. Marketinq planı bilən, belə deyək ki, networkdən anlayışı olan insanlar bu müqayisəni artıq düzgün şəkildə anlayacaqlar. Bəzi şirkətlər var ki, orada dövriyyə 25 manatdır. Bəzi şirkətlər var ki, orada dövriyyə 35 manatdır. Bizim şirkətdə isə dövriyyə 80 manat, 100 manat arasıdır. Gəlin, baxaq, bir direktor komandası yaranması üçün sərf olunan məbləğlərə. Fabirlik şirkətində bu məbləğ 5500, maksimum 6000-ə bərabərdirsə, rəqib şirkətlərdə bu məbləğ 10.000, 11.000, 12.000 üzərindədir. Təsəvvür edə bilirsinizmi? 2 qat qədər fərq var. Və bu deməkdir ki, və minimum dövriyyə, 35 manat dövriyyə, 25 manat dövriyyə, yəni bunun kimi kiçik dövriyyələr. Və təsəvvür edin, 80 manat 100 manatdan 6000 manatlıq bir komandanı yaratmaq üçün bizə 60 nəfər kifayətdir. Ancaq ki, 11.000 manatlıq bir qruppanı yaratmaq üçün 35 manatdan hesablayın, görün nə qədər insana ehtiyac var. Yəni, daha çox insanla danışmaq, daha çox insana vaxt sərf etmək, enerji sərf etmək, başını yormaq lazımdır ki, bir direktor komandası yaransın. Və bizə nə lazımdır? Az kütlə ilə böyük nəticə, yəni keyfiyyət. Kəmiyyət deyil, keyfiyyət önəmlidir bizim üçün. Daha çox insana deyil, daha az insanla böyük uğurlara ehtiyacımız var. Bu müqayisə ilə də biz görürük ki, bəli, Fabirlik şirkətində inkişaf etmək daha asandır. Daha az kütlə ilə bunu etmək olar. Məhsulların keyfiyyətindən də danışsaq, məhsul keyfiyyətinə görə də şirkətimiz üstündür. Çünki oksigenli, halal və uyğunluq sertifikatı olan məhsullar istehsal edir şirkətimiz. Və bu da bir çox Azərbaycanda olan bütün şirkətlərdən deyərdim ki, üstündür. Ona görə ki, oksigenli məhsullar istehsal etmək hər şirkətə məxsus olan bir şey deyil və nəinki Azərbaycanda, hətta dünyada belə öz sözünü demiş məhsulları var şirkətimizin. Düzgün istifadə olunduqda çox effektiv məhsullarımız var ki, hansı ki, hər kəs tərəfindən sevilir. Hər kəsin ehtiyacı olan məhsullardır. 7-dən 77-yə hər kəsə lazım olan məhsullar bizdə vardı, əhatələnmişdir. Ona görə biz rahat şəkildə deyə bilərik ki, burada heç bir dövriyyə problemi yaşamayacaqsınız. Aldığınız məhsulları da bəyəndiyinizə görə, bəyənəcəyinizə görə və təkrar istifadə edə biləcəyinizə görə və sizin ətrafınızdakı insanlar da həmçinin aldıqdan sonra təkrar yenə də alıb istifadə edə biləcəyinə görə biz bu mövzuda heç bir çətinlik çəkmirik dövriyyə cəhətdən.
demək daha az kütlə ilə daha çox qazanc qazanmaq, həmçinin dövriyyə problemi yaşamamaq, məhsulların keyfiyyətli olması və hər büdcəyə uyğun olması. Gəlin belə düşünək, mən bizneslə məşğul olmaq istəyirəm, şəbəkə şirkətinə qeydiyyatdan keçirəm və mən anlayıram ki, mən burada dövriyyə etməliyəm. Və dövriyyə etmək üçün də məhsullardan istifadə etməliyəm, məhsulların alışını həyata keçirməliyəm. Bəli, mənim məqsədim biznes qurmaqdır, ona görə də mən bir şəkildə alıram. Yəni, qiyməti uyğun olmasa da mənim büdcəmə alıram, çünki biznes qurmaq istəyirəm. Amma mən bu alış-verişi hər kəsə məcbur edə bilərəmmi? Heç bir şəkildə. Çünki mənim ətrafımın, sizin ətrafınızın ortalaması elə bizim kimi insanlardır. Büdcələri qısıtlı, məhdud insanlardır və onlar 10 manat, 15 manat, 20 manat bir duş gelinə, bir əl kreminə və yaxud da ki, bir diş macununa verə bilmirlər. Bunu hər daim təkrarlamaq, davam etdirmək onlar üçün çox çətin məsələdir. Ona görə də büdcəmizə uyğun, qiyməti uyğun məhsullar olan bir şirkətdə fəaliyyət göstərmək lazımdır ki, insanlara da təklif edərkən, insanlara da dövriyyə et deyərkən, onlar 30 manata, 35 manata 2 dənə məhsul alıb kifayətlənməsinlər, 10 dənə məhsul götürsünlər, onu həm özləri istifadə edə bilsinlər, həm satışını həyata keçirə bilsinlər, həm də ki, gətirdikləri insanlar da bu dövriyyəni rahatlıqla tamamlaya bilsinlər. Yəni, bir sözlə, çeşidimizin bol olması və qiymətin uyğun olması bizim baş tacımızdır, bizim üstünlüyümüzdür. Qazanc cəhətdən də baxdıqda, marketinq plan tərəfdən baxdıqda da daha az kütlə ilə biz istədiyimiz hədəfə çata biliriksə və həmçinin qazanc sistemində ən yüksək faizlə, ən yüksək faiz dərəcəsi ilə qazandıran şirkətin pabillik olduğunu gördükdə, düşünürəm ki, artıq hər kəs qərarını doğru şəkildə verə biləcək. Başda dediyim kimi, hansı şirkətdə başlamışsınızsa bu sizin səhviniz, bu sizin günahınız deyil. Amma artıq öyrəndikdən sonra işi, peşəkara çevrildikdən sonra hansı şirkətdə davam edəcəyinizə siz qərar verirsiniz. Doğru şirkətdə davam edin ki, doğru qərarlar verin ki, qazancınız da həm rahat qazanasınız, həm də ki, artan olsun. Və bu şirkətdən qazandıqlarımız göz önündədir. Hər biriniz artıq görürsünüz ki, biz bu şirkətdən nələr qazanmışıq və siz də onlardan biri ola bilərsiniz. Hər kəsi, dinləyən hər kəsi komandamda gözləyirəm. Gəlin, birlikdə qazanaq və qazandıraq.